Dəyərli həmvətənlər, hər vaxtınız xeyir olsun. Bu dərsə qoşulduğunuz üçün mən ilk öncə sizə təşəkkür etmək istəyirəm. Bu bizim ilk dərsimiz deyil. Bu sadəcə giriş xarakterli bir videodur. Həmin bu videoda mən özümü təqdim edəcəm. Həmin bu videoda bizim gələcək dərslərin tarixlərini sizə izah edəcəm. Dərslər necə olacaqdı, onu sizə izah edəcəm. Bir də ki, bonus olaraq sizə fransız dilində əlifbanı və hərf birləşmələrinin hamısını izah edəcəm sizə. Ki biz ilk dərsimizə girmədən öncə ən azından siz həm mənim haqqımda məlumat öyrənəsiniz, eyni zamanda da bu hərf birləşmələridir, əlifbadır. Onlar necə oxunur, nə işə yarayır, bax onları biləsiniz. Hardasa 10 dəqiqəlik bir video olacaqdı. Daha sonra isə təbii ilk dərsimiz yenə də video formatında olacaqdı. İlk öncə mən özümü qısa bir şəkildə sizə təqdim edeyim. Adım Eşqi Nikolasdır və mən Fransada uzun müddətli yaşayıram. Azərbaycanda anadan olmuşam, amma Fransada böyük həyatımın, təhsilimin böyük bir qismini Fransada almışam və burada yaşayıram artıq. Universitetdə müəllim olaraq işləyirəm və fransız dili müəllimiyəm. Fransız dili müəllimliyi diplomuna sahibəm. Eyni zamanda da bu imtahanlar vardı. Ölkə səviyyəsində olan DELF, DALF, TEF, TSF imtahanlarının ölkə səviyyəsində olan imtahan nəzarətçilərindən biriyəm. Bu qədər. İndi sizə qarşıdakı günlərdəki dərslərin tarixlərini sürətli bir şəkildə izah edeyim. İlk dərsimiz 23 aprel tarixində olacaqdı, saat 19:00-dan 20-yə qədər. İkinci dərsimiz 25 apreldə 18-dən 19-a qədər. Üçüncü dərsimiz 26 apreldə olacaqdı, 9-dan 10-a qədər. Dördüncü dərsimiz 27 apreldə olacaqdı, 9-dan 10-a qədər. Beşinci dərsimiz 30 apreldə olacaqdı, 19-dan 20-yə qədər. Altıncı dərsimiz 2 mayda olacaqdı, 18-dən 19-a qədər. Yeddinci dərsimiz 3 mayda olacaqdı, saat 9-dan 10-a qədər. Və sonuncu dərsimiz 4 may tarixində olacaqdı, saat 9-dan 10-a qədər. Səhər saatlarında olan dərslər 6-cı bazar günlərinə düşür, qalanları həftə içərisindədir. Bu dərslərdən öncə hər dəfəsində mən sizə 15 dəqiqəlik dərsi izah eləyən, mövzunu izah eləyən video göndərəcəm. O videoda eyni zamanda sizin müəyyən tapşırıqlarınız olacaqdır ki, videodakı məlumatları mənimsəyəsiniz. Həmin o videodan sonra biz qrup şəklində gələcəyik, Zoom platformasında canlı şəkildə dərsimizi keçəcəyik. 1 saat olacaqdı dərsimiz. Ola bilər ki, biraz uzanar, təbii hər dəfəsində 10-15 dəqiqə uzanacağını düşünürəm. Sayımız çox olduğu üçün o dərslərə biz gələndə qruplar şəklində ayrılacağıq. Qruplar şəklində işləməyə çalışacağıq. Qruplar şəklində hər dəfəsində bir proyektimiz olacaqdı. Hər dəfəsində bir mövzuya aid olan proyekt olacaqdı. O proyektin üzərində hər qrup işləyəcəkdi. Daha sonra əsas sinif otağına gələcəyik və əsas sinif otağında biz qruplar bir-biri ilə dialoq şəklində həmin o öyrəndikləri mövzuları praktika eləyəcəklər. Bunun başqa yolu yoxdur, çünki individual dərs olsaydı təbii o tipli qruplara ayrılmağa ehtiyac olmazdı. Amma indi sayımız çox olduğu üçün, hardasa eləyirəm 15 nəfər yazılıbdı. Sayımız çox olduğu üçün məcbur belə eləyəcəyik. Amma qətiyyən narahat olmayın. Bu qruplar şəklində işləməyin müsbət tərəfi odur ki, tutaq ki, mən videonu göndərdim, bir nəfər o dərsi oxumayıbdırsa belə, digər nəfərlər oxuyubdursa, qrupdakı şəxslər oxuyubdursa, o videoya baxıbdırsa, birlikdə işlədikləri üçün hamı inkişaf edir. Daha sonra da bir-biri ilə dialoq elədikləri üçün artıq praktikaya tökürlər o öyrəndikləri mövzuları və nəticədə müsbət nəticə alınır. Bu belə. Həmin bu mövzuları mən sizə göndərmişəm. Hər dəfəsində müəyyən bir mövzu haqqında bir şeylər öyrənəcəyik və daha sonra da praktika eləyəcəyik. Əlbəttə, hər hansı bir sualınız olsa, hər hansı mənə demək istədiyiniz bir şey olsa, mənə e-mail vasitəsilə ulaşa bilərsiniz. İndi ilk dərsimizdən sonra əlbəttə ki, söhbət eləyərik. Ola bilər ki, bir WhatsApp qrupu da yaradarıq. Amma dediyim kimi, mən bu biraz məsuliyyətli işdir. Qrupumuzda həm xanımlar, həm uşaqlar, həm müəllimlər var, yəni cənablar vardı. Onun üçün də bilmirəm, bu düzgün fikirdir, düzgün fikir deyil.
bilmirəm. Qısacası baxarıq, birlikdə danışıb qərar verərik. Hal-hazırda e-maillə əlaqə yarada bilirik. Yaxşı. O hissəni keçdiyimiz üçün mən sizə bu günləri əlifbanın tələffüzünü öyrədəcəm. Çox önəmli bir şeydir və mən təklif eləyirəm ki, bunu öyrəndikdən sonra götürəsiz hər hansı bir kitabı, hər hansı bir kitabın üzərində hər hansı bir mətni götürəsiz və oradakı bütün hərfləri hərf deməyə çalışasınız. Hətta ürəyiniz istəsə mən elə bir mətn taparam, indi sizə verərəm. Və fransız dilində hərflər, əlifba çox önəmlidir. Çünki bizim adlarımız fərqli olduğu üçün adətən istəyirlər ki, biz adımızı hərf deyək və məcburuq ki, əlifbanı əzbər bilək. Başlayaq. İlk hərfimiz A hərfidir. A. B. C. D. Ö. Buna diqqət eləyin. Azərbaycandakı E kimi yazılır, Ö kimi oxunur. Öküzün Ösü kimi. Buna həqiqətən çox diqqət eləməlisiniz. Bunu hətta bilmirəm necə yazacaqsınız. Dəftərinizə falan elə yazın ki, yadınızdan çıxmasın. Ö. F. F. F yox ha, diqqət eləyin. F. F. J. Buna da diqqət eləyin. J. J. E. J. H. H. I. J. Nə üçün dedim diqqət eləyin. Görürsünüz buradakı J və I-dir, J olur. Bayaq gördüyümüz bu isə J və E-dir, J olur. Fərqləri var. J, K, L, M, N, O, P, Q, R, S, T, U, V, W, X, Y, Z. Tamam. Bu bizim əlifbamızdır. Başdan bir də başlayıram, oxuyuram. Bunu öyrənmək çox önəmlidir dostlar. Bu bizim bazamızdır. Çox önəmlidir. A, B, C, D, Ö, F, J, H, I, J, K, L, M, N, O, P, Q, R, S, T, U, V, W, X, Y, Z. Bir də buna diqqət edin. Görürsünüz, burada Azərbaycanın U-sudur. Tamam. Üzərində işarə falan yoxdur, amma biz bunu fransız dilində Ü kimi oxuyuruq. Ü. Daha asan olsun deyə, bax, burada mən sizin Google Drive-ınız vardı. Onun üzərində bu tipli yazdım. Oxunuşu kimi A, B, C, D, Ö. Bunu hətta belə yazaq. Ö, F, J, H, H, J, K, L, M, N, O, P, Q, R, S, T, U, V, W, X, Y, Z. Bunu öyrənərsiniz. Öyrəndikdən sonra da mən sizə belə bir nağıl yazmışam bura. Bu mənim öz kitabımlandı. Bir kitabım vardı orada. İndi onu da sizə təqdim edəcəm. Bu kitabın içərisində belə bir nağıl vardı. Bunu götürürsüz, üzərində işləyirsiniz. 1 saat olar, 2 saat olar, 3 saat olar, amma işləmək lazımdır. Tamam. Bütün hərfləri, bütün sözlərdəki hərfləri hərf demək lazımdır. A, Ü, M, I, L, I, Ö, Ü,
D, Ö, L, O, S, Ö, A, N, A, T, L, A, N, T, I, Q, Ü, Ö işləmək lazımdır. Tamam, bunun başqa yolu yoxdur. Bunu işləyirsiniz, bu sizin ev tapşırığınızdır. İndi keçirik şeyə. İndi keçirik hərf birləşmələrinə və oxumalara. Tamam. Sözlərin sonunda bu hərfləri biz yazırıq, amma oxumuruq. Artıq mən fransızdakı kimi tələffüz edəcəm. Ö, T, P, D, S, X, Z. Bunları yazırıq, amma oxumuruq. Bir də feillərin sonunda bu ÖNT-ni görəcəksiniz. Bu təsrif məsələsidir. Bunu zaten birlikdə öyrənəcəyik. ÖNT-ni yazırıq, təsrif edirik, amma oxumuruq. Heç bir şey oxumuruq. Yəni bu hərflər plus ÖNT yazırıq, oxumuruq. Məsələn, görürsünüz burada T yazılıbdır. T-yi sona yazdıqları üçün biz bunu oxumayacağıq. Olacaqdı E. Nez yazılıbdır. Z hərfini Z-i təbii ki oxumayacaq. Olacaqdı N. Joli axırda Ö yazılıbdır. Oxumayacaq. Yazılıbdır, amma oxunmur. Olacaqdı joli. Kup yazılıbdır. P-yi oxumadığımız üçün olacaqdı ku. İls yazılıbdır. S-i oxumadığımız üçün olacaqdı il. Parle ÖNT yazılıbdır. ÖNT-ni oxumadığımız üçün olacaqdı il parle. Tamam, bu bizim ilk qaydamızdır. İndi ilk qaydamızda tətbiq eləyək. Tətbiq eləmək üçün də məsələn görürsünüz burada marchand sözü vardı. Sonda d-yi oxumuruq. Ondan sonra dérive sözü vardı. Sonda ö-yü oxumuruq. Dérive və s. Yəni tətbiq eləmək lazımdır. İndi davam edirəm. Bu birinci qaydamızdır. İkinci qaydamız İ-L-L. İ-L-L hərf birləşməsidir. Bu İ-L-L hərf birləşməsini biz İ kimi oxuyacağıq və olacaqdı famille. Famille. İ. Ondan sonra İ-L. İ-L hərf birləşməsi vardı. Biz bunu oxuyacağıq sadəcə İ kimi. Olacaqdı gentil. Gentil. O-İ hərf birləşməsi vardı. Biz bunu oxuyacağıq ua kimi. Ua. Məsələn, voir. Ua. Ua qaz deməkdir. Voir görmək deməkdir. O-Ü hərf birləşməsi vardı. Bax, bu bizim U səsimizdir. Azərbaycan dilindəki U səsi budur. U səsini çıxartmaq istəyirsinizsə, bunu birlikdə yazmalısınız. Yoxsa tək yazanda bunu biz oxuyuruq Ü kimi, bayaqları dediyim kimi. Amma birlikdə yazanda olur U. Məsələn, pu. Pu birə deməkdir, saçda olan bit birə. Bunu bilirik, bayaqları görmüşdük. Ü. Ü səsidir. Məsələn, salut. Salut. T sonda gəldiyi üçün oxumuruq, olur salut. Salut rusların privetidir, salam deməkdir. Dostlar, yaxınlar arasında. Ö-Ü, O-Ö-Ü. Bu hərflər yanaşı gələndə olur Ö, öküzün Ö-sü. Məsələn, dö, sondakı X-yi oxumuruq. Dö, iki deməkdir. Və böf. Böf də öküz deməkdir. Görürsünüz, iki səsin ikisi də, iki hərf birləşməsinin ikisi də Ö kimi oxundu. Daha sonra A-Ü, Ö-A-Ü və bir də O. Bunların üçü də O kimi oxunur. Harda görsəniz A-Ü, harda görsəniz Ö-A-Ü və O, bunlar O kimi oxunur. Məsələn, ob, sübh yeri, dan yeri deməkdir. De l'eau, su deməkdir. De l'eau. Ondan sonra J hərfindən sonra hardasa görsəniz ki Ö, I, Y hərfləri gəlir. Biz bu J-ni J kimi oxuyacağıq. Azərbaycanın J, jalə sözündəki J kimi olacaqdır. J, jiraf, zürafə deməkdir. Amma əgər başqa hər hansı bir hərf gəlsə və yaxud da deyək ki, samit gəlsə, biz onu oxuyacağıq G kimi. Tamam? Məsələn, burada görürsünüz, J-dan sonra A gəlibdir. Başqa bir sait olduğu üçün biz onu oxuyacağıq G kimi. Garçon. Eyni zamanda G-dan sonra adətən Ü gəlir.
Biz onu oxuyuruq birlikdə q kimi olur. Müge, müge. Sondakı t-yi də oxumuruq təbii. Davam edirik. Eyni qayda S hərfi üçün də keçərlidir. S-dən sonra Ö, I, Y gəlirsə əgər, biz onu oxuyuruq S kimi. Amma əgər S-dən sonra başqa bir sait gəlirsə və yaxud da samit gəlirsə, biz onu oxuyuruq K kimi. İndi ona gələcəyik təbii. Burada görəcəyik. İndi bizim Ç səsimiz də vardı fransızlarda. Ç olanda da bunu buradakı S kimi oxuyacaq. Qısacası harda Ç gördünüzsə, onu biz oxuyuruq S kimi. Çox zaten misal yoxdur. Məsələn, garçon sözü oğlan deməkdir. Garçon. Görürsünüz, Ç yazmışıq, S kimi oxuyuruq. Garçon. Davam edirik. Bax, burada görürsünüz, bu S-dən sonra başqa bir sait gəldiyi üçün biz bunu oxuyacaq K kimi. Kaye. Kaye. Burada bir mötərizə açıb demək istəyirəm ki, H hərfini biz yazırıq, bu H hərfini. Heç bir zaman oxumuruq. Ortada ola bilər, başda ola bilər, axırda ola bilər. Bizim məsələn bir anekdot danışım. Dostlarımız vardı. Məsələn, birinin adı Mehdidir, birinin adı Ahmetdir. Biz məsələn fransızlar onların adını deyəndə deyəcəklər Medi. H-yı oxumayacaqlar. Mehdi deməyəcəklər. Deyəcəklər Medi. Çünki fransızlarda H yoxdur. Yazırıq, oxumuruq. O səs yoxdur. Davam edirik. S ilə H birləşəndə, donc SH birləşəndə biz onu Ş kimi oxuyuruq. Məsələn, şiyan it deməkdir. Şa pişik deməkdir. Buradakı bax gördüyünüz bütün hərf birləşmələrinin hamısı E kimi oxunur. Bunu birazdan üzərində işləmək lazımdır. Hətta bu var. Görürsünüz est yazılıbdır, amma bu E kimi oxunur. Est yazırıq, E kimi oxuyuruq. Hətta bizim mətnimizdə bir dənəsi var idi. Fikir verdiniz bayaqları. Mən onun üstündən sürətli keçdim. Bax, məsələn burada bunu est yazmışıq, amma E kimi oxuyacağıq. Au milieu de l'océan Atlantique, un navire marchand est aperçu. Gördünüz burada Ç yazılıbdır, S kimi oxuduq. Et aperçu. À la dérive. Nəysə, davam edeyim. Yəni bunların hamısı E kimi oxunur. İndi bu misallara baxaq. J'aime, mən sevirəm deməkdir. Sevirəm deyəndə hər hansı bir şeyi sevirəm. Məsələn, j'aime manger, mən yemək yeməyi sevirəm. Parler, görürsünüz R yazılıb, E kimi oxuduq. Parler. Sonra üçüncü misalda da yenə parler. Sonra dördüncü misalımız Eyfel gülləsidir. Bunu da biz oxuyacağıq. Eiffel. La Tour Eiffel. Bayaq dediyim kimi H-yı yazırıq, heç bir yerdə oxumuruq. Məsələn, habitant sakin deməkdir. Je suis habitant desəniz, mən sakinəm. Je suis habitant de ce quartier. Mən bu məhəllənin sakiniyəm. J-N hərf birləşməsi N kimi oxunur. N. Məsələn, Espanya. N. Tamam, N. Espanya. İspanya deməkdir. Penya, daraq deməkdir. Espanya, Penya. Fikir verdiniz, burada bizim bayaq göstərdiyim bu EI hərf birləşməsi də var. EI, bir də N. Q-Ü hərf birləşməsi vardı. Azərbaycanın Q-U-su. Bunu harda yazırıqsa bircə dənə K kimi oxunur. K. Yəni Q, Ki, Q falan demirik. Bir dənə sakitcə K. İlk sözə baxırıq. Görürsünüz burada iki dənə hərf birləşməmiz var. Həm AI var. AI bayaq dedik ki, E kimi oxunacaqdır. Bir də birinci hərf birləşməmiz də dedik ki, K kimi oxunacaqdır. İkisini yan-yana qoyuruq, olur K. Tamam? K, E. K. Platforma deməkdir. Və quatre. Quatre da 4 deməkdir. Davam edirik. Bu səslər birazdan çətin səslərdir. Amma məcburuq ki, öyrənək. Bunun başqa bir yolu yoxdur. İ-N, İ-M, A-İ-M, İ-N, Ü-N, Ü-M. Bunların hamısı an kimi oxunur. An şeyini səsini nətər çıxardırıq? Bizdə məsələn var ən güclü. Ən güclü deyəndə dilimiz dişimizə dəyir axı. Amma biz bunu tələffüz eləyəndə dilimiz dişimizə dəymədən
ən səsini çıxartmağa çalışacağıq, amma elə eləcək dilimiz dişimizə dəyməyəcək. Çünki dilimiz dişimizə dəyəndə o biraz yumuşalır, ən olur, ən qabaqda tələffüz edirik. Dilimiz dişimizə dəyməyəndə burnumuzda tələffüz olunur, olur ən. Məsələn, parfum, bien, chien. Tamam? İşləmək lazım, praktik eləmək lazımdır. ÖN, ÖM, AN, AM. Bunların hamısı an səsini çıxardı, səsi kimi olur. An səsi Azərbaycan dilində də yoxdur, amma məsələn Azərbaycan dilində onun yumşaq versiyası var. Məsələn, anlıq xatirələr, an, bir an. Bir an deyəndə də görürsüz dilimiz dişimizə dəyir. Yenə məntiqi odur ki, an fransız anını tələffüz eləyəndə çalışırıq ki, dilimiz dişimizə dəymədən burnumuz tərəfində an səsini çıxardaq. Məsələn, méchant, méchant pis deməkdir, yəni pis adam. Üçüncü səsimiz, bu da Azərbaycan dilində yoxdur. ON, OM. On kimi oxunur. Azərbaycan dilində 10 sayısı var, 1-0. Yenə eyni məntiqdir. 10 deyəndə görürsünüz, dilimiz dişimizə dəyir. Amma biz bu fransız 10 səsini çıxardanda çalışacağıq ki, dilimiz dişimizə dəyməsin. Olacaqdır 10 burunda. Content, content şad deməkdir. Şad, razı. Okey, davam edəcəyik. Bir neçəsi qalır. S, həmin bu S hər hansı 2 dənə saitin arasında qalırsa, biz onu Z kimi oxuyuruq. Məsələn, saisir. Gördünüz, burada eyni zamanda ikinci bir hərf birləşməmiz var. A, I olanda biz bayaq dedik ki, bu E kimi oxunur və saisir. Saisir. Saisir tutmaq deməkdir. Nəyisə belə tutmaq. Tutub götürmək. A hərfindən sonra Y gələndə biz bunu E kimi oxuyacağıq. Məsələn, paye deyil burada. Artıq bunu biz oxuyacağıq. Paye. Niyə görə? Çünki A-dan sonra Y gəlibdir. A-dan sonra Y gəlibdir. Y. Paye. PH hərf birləşməsi F kimi oxunur. Fəridənin F-sı kimi. Məsələn, pharmacie. Bir şeyə də diqqətinizi çəkmək istəyirəm. Görürsünüz, burada S-dən sonra I gəldiyi üçün biz bunu pharmacie kimi oxumadıq, pharmacie kimi oxuduq. Ondan sonra TI Sion kimi oxunur. TI C kimi oxunur. Tion da Sion kimi oxunur. Bu ingilislərdə də vardı. İngilislər şın kimi oxuyurlar. Fransızlar Sion kimi oxuyurlar. Məsələn, péripétie. Péripétie həyatda yaşadığımız çətinliklərə deyirlər. Gözlənilməz yaşadığımız çətinliklər. Information da bilgi deməkdir. Information. Okey. İndi baxın, biz burada müxtəlif hərf birləşmələrinin olduğu bir yerə gəldik, çatdıq. İndi bunları mən oxuyacağam, oxuduqca da izah eləyəcəm. Deməli, UN an kimi oxunur. Deməli, lundi. Lundi birinci gün deməkdir. Je retourne. Retourne. O, Ü hərf birləşməsi U kimi oxunur. Retourne à l'école. Birinci gün mən məktəbə geri qayıdıram. Je, bu U-yu biz Ü kimi oxuyuruq. Je suis contente. Mən məmnunam. Je vais voir Amélie. Mən Amélini görəcəm. Dostudur yəqin ki Amélie. C, gördünüz ÖST yazmışıq, amma E kimi oxuduq. Bircə dənə E kimi. C, ma meilleur E-Ö. Fikir verdiniz? E-Ö. Meilleur ami. Bu mənim ən yaxşı dostumdur. J'aime beaucoup. Ö-A-Ü yazdıq, bunu O kimi oxuduq. O-Ü yazdıq, bunu U kimi oxuduq. J'aime beaucoup. Beaucoup çox deməkdir. J'aime beaucoup l'école. Mən məktəbi çox sevirəm. Mes matières préférées, mənim sevdiyim fənlər sont le français et le sport. Mənim sevdiyim fənlər fransızca və idman dərsidir. J'aime beaucoup lire. Mən oxumağı çox sevirəm. Et je nage très bien. Və mən çox yaxşı üzürəm. Belə, bu dostlar, dediyim kimi dərs deyil. Yəni bu sadəcə giriş xarakterli idi. Həm özümü təqdim elədim, həm də bonus olaraq sizə bu oxunuşları göstərdim. Mən çox məmnun olaram ki, birinci dərsimiz zaten gələcəkdir. Birinci dərsimizdən öncə siz buradakı
Bu məlumatları bir öyrənəsiz, baxasınız, üstündən 1-2 dəfə keçəsiz. 25 dəqiqəlik videodur. Və tapşırığı eləyəsiz. Buradakı tapşırıq nədir? Bayaq dediyim kimi bütün hərfləri oxumaq lazımdır. Başlanğıc olaraq ilk tapşırıq odur ki, bütün hərfləri oxuyacaqsınız. Hərf və hərf. Daha sonra da bu mətni öyrəndiyimiz hərf birləşmələrinə uyğun olaraq oxumağa çalışacaqsınız. Tapşırıq falan deyirəm, amma qəti narahat olmayın. Bunun üzərindən mən sizi yargılamayacağam, sorğu-sual falan eləməyəcəm. Sadəcə verdim ki, bu məsələni siz öyrənəsiz. Biz zaten başlayanda sıfırdan başlayacağıq. Elə başlayanda da çox sizə çətinlik törədən şeyləri falan deməyəcəm sizə. Yavaş-yavaş, asta-asta başlayacağıq, tamam? Belə, özünüzə yaxşı baxın. Birinci dərsin videosu tezliklə sizə göndəriləcəkdir. Oldu, sağ olun.